necə lazımdır bunun içindən aparım, yerindən suzdurum. Ondan başqa da qalan şeylərdən biri qaldı, bu pas sistemi. Burada bu qırılıbdır. Dişləri qırılıb bunun, oturmur orada normal. Deməli, bax, bunu necə eləmişəm. Bu rezinki yoxdur. Rezin, belə bir rezindən. Bunun aralarını 5 yerdən kəsdim. Saçqayla gördüm, kəsdim, belə kanapqa elədim buradan ki, rezin oraya keçə bilsin. Bu deşiklərdən dalına bu beləsi çöplə bəkmişəm, rezini çəkmişəm bura. Çöp salmışam dalına ki, bu burada belə dursun. Bunu əvvəl eləmişdim, belə düz buna dəmirə yapışırdı. Qoydum, işləmədi. Baxdım ki, orada müəyyən qədər məsafə var, o qədər qaldırmaq lazımdır. Bu da çamadandan şey tapdım, pozan tapdım. Biraz bunun qalınlığı düppədüz lazım oldu. Kəsdim pozandan, 3 yerdən qoydum altından. Rezin də sıxırdı onu. Bu da bu alimeni babatdır. Bəlkə eləsin tərpənər. Elə belə də vremeni qoymuşam oraya. Bəri başını deyim ki, qoydum, bu işlədi. İndi prosta göstərmək istəyirəm ki, yəni necə eləmişəm. İndi qoyacam, indi işləyəni də göstərəcəm. Belə zamaq yandırıram. Təkəri qaldırıram. Onda başlayan fırlatmaq var. Belə gedir. Deyişmanlı quzuyor. Gördüm. Pis oldu ki, o elə polni xodda işləyir. Bax, o pisdir. Polni xodda elə qoşulan kimi polni xodda işləyir. O qədər sərf eləmir. Bayaq səhvsiz yoxladım. Səhvsiz almamışdım. Hər halda eyni şey olacaq. Amma yenə də yoxlayım bir dənə də səhvləm. Ən güclü sürətlədir. Yəni, güclü deyəndə, gücə işləyəndə şeydir. Sürəti ən zəifi qoymuşam güya ki, mən də bunu yavaş-yavaş sürüyorum. Güya ki, mən yavaş-yavaş gedirəm. Yoxsa harab dağa qalxıram. Mən elə ki, yavaş-yavaş sürüyorum, o da istəyir. Belə işləyəcəksə, mənə belə sərf eləmir. Bilmirəm, nə vaxt mənə belə lazım olacaqdı. Belə istəmirdi. Mən istədim, pedalı yavaş vurursan, o da yavaş işləsin. Qaz kimi də, qaz necədir? Az verirsən, az gedir, çox verirsən, çox gedir. Bu da belə göstərir. Düzəndən polundan indi ikisi qalıb. Qaz verəndə bir azalır. Çıxdım, velosipedi yoxlayam. Pas sistemini düzəltmişəm. Onu yoxlamaq istəyirəm, görün necə işləyir. Polni xodda işləyir. İntihası skorus boşa gedir. Skorus lazımdır qaldırmaq. Bu bateriyası bir damcı qalıb uçur ki bu. Bu bundan ötürü elə. Pedalı fırlayasan, bu da maksimum sürətlə geçsin.
qalındı. Maşınlar xeyir olub, gəlib doluşublar. Amma hər halda qaz rahatdır. Pedal buradan da problem nədədir? Bunda ki, 2 armasatırdır. Pedalı uyğun necəsə hansısa tezlikdə fırladırsan, yerlənə yersən. Biraz da az fırladırsan ki, o ritmə düşməsin, onda da boşa gedirsən. Pedalı qoymuşum ən maksimuma. Bir dancı basası oluram. Yəni qalanı motor edir, çoxsun motor edir. Bilmirəm, çəkə bilirəm, yoxsa yox. Hava da soyuqdur. Külək başlamayıb hələ, külək olacaq, amma hələ başlamayıb. Amma soyuqdur. Ayaqla biraz kömək edirsən, özü qoyursun, getdi. Qazdakı əlim boşdur. Pedalın kömək eləyəndə biraz bərk gedir. Hər halda öyrəşmək lazımdır. Bir dənə pedalla padioma, bax düzdür, bax indi. Biraz da bateriya yaxın ölübdür. Bir dənə padiom var, pedalla düppədüz gedə bilirəm. Aha, kurtardı. Kurtarmağını görmək istəyirdim, kurtardı. Bu bir damızı padium ucu adamın canını çıxardar, bunun şestinları böyükdür. Avratla evə gedək. Materiyanın ölməyini görmək istəyirdim. O da öldü. Demə necə öldü? Sırazı birdən yoxa çıxdı. Biri var ki, xəbərdarlıq eləyə nəsə. Heç bir xəbərdarlıq istələmədim. Gözlərim də sulanıb soyuqdan yaxşı görə bilmirəm. Badiyama qalxa bilsəm, axıra kimi gedəcəm. Aha.
Yerlənə gedirəm. Girim parka, gözləyim görüm bəlkə özünə gəldi, biraz gedərsiniz. Əsas odur ki, oxşuyur ki, mən bunu şəhərə gedə biləcəm bu rejimdən. Batariyasız gedə bilsəm əladır. Batariyasız gedeyim, gələndə batariya var da, qorxusuz, ürküsüz, rahatca çıx gəl də. Neçəncidə də heç bilmirəm. Hələ bəlkə biraz da vermiyorlar, amma bu yaxşıdır. Düşüb baxacam buna. Bu neçəncidə maraqlıdır. Heç nədir, axırdan ikinci, beşincidir. Beşincidir. Bir dəfə kimsə məndən soruşmuşdu ki, səndə elektrovelosipeddir. Demişdim, yox. Onda doğrudan elektrovelosiped deyil də, şəkillərindən qoymuşum, yəqin görürsünüz. Bu elektrovelosipeddir. Batariyası öldü. İkinci gündür sürürəm. Heç nə zaman qaçsan, heç nə yoxdur. Getdik belə. Mənə gəl videoda bəsdir. Batariya öldü. Özdə birdən öldü. Yəni gəlmişəm evə, göstərir ki, iki nəsə var. Bir dənə var da, bir dənə göstərir. O da heç. O da heç bəlkə işığı yandırar. İşığı yandırır. Özünə gəlib biraz, amma getməzdi daha bu uca heç nə, ölüb deməkdir. Ölüb, qoyaq zaradkiyə. Elə birdən öldü. Heç bir xəbərdarlıq eləmədi. Birdən öldü. Kırmızı ışık yanır, dolanda yaşıl olacaq. Ventilator da var da, ventilator da işləyir. Səsi gəlir. O üçün belədir. Bu dəfə yoxladığım pas sisteminə görə yoxladım. Hansı ki, bura quraşdırmışdım, qoymuşdum bunu bura. Rezinlə, çöplə bir təhər bağladım ora ki, işləsin, işlədi. Bu işlədi, amma belə işlədi də. Pedalı fırırsan, 5-4 aparatdan sonra polnu qaz verir. Polnu qaz verir. Ancaq palyonda lazımdır. Yəni, biraz da sən də ayağınla kömək edə biləsən. Şestinası da o qədər böyükdür ki. O qədər böyükdür ki, yəni onu batariyası sürməyə çox çətindir. Batariyana da sürəndə, şestinana görə böyüyə bilər ki, batariyana sürəndə ən sürətli rejimə qoyanda şestinanı, yəni məsələn, sıxmışam dibə kimi 7-cidir də səbirəm. Bir dənə zilşir qabaqdadır, 7-si daldadır. Ən balacası, ən sürətlisidir. Ən balaca da 7-cidir burada. 7-yə qoyanda onunla belə batariyanın polnu xod gedir, sən də ayağından azca kömək edə bilirsən. Yəni, tez basa bilmirsən də, orada sürətli fırladırsan. Yəni, şestinə biraz balaca olsa qabaqdakı, demək olar ki, sən ayağından kömək edə bilməyəcəksən. Ona görə şestinə qabaqda böyük edilir. Onu da balacalaşdırmaq uca alınmır. Daldakini, dalda bir dənə bəlkə daha böyük qoymaq olar ki, balaca qalsın yerində, amma
daha böyüyün qoyasan, bəlkə eləncə nəyəsə kömək edə bilər, bilmirəm. Uşun batareyası belə. Dünənləri hardasa saatdan yuxarı sürdüm. Bataryyanı tam öldürə bilmədim ki, görüm öləndə necə olur. Bu günləri çox da sürmədim. Təxminən 200 kilometr sürdüm, 4 kilometr, 200 kilometr da sürdüm təxminən. Öldü. Birdən öldü. Bu günləri bunu yoxlaya bildim. Amma mən bildiyim qədər pas sistemin başqa cürdə var ki, yəni pedala yavaş vurursan, o da sənə motordan yavaş kod verir. Bərk vurursan, bərk kod verir. Bunun da motoruna 7 dənə şnur gəlir. 3 dənəsi silovoydu, 4 dənə də rejimlərdir. Hesabla bir olmalıydı ki, ayağınla yavaşça kod verəndə o da yavaşça sənə kömək eləməlidir. Bərk vuracaqdınsa pedalı bərk vurmalıydı. Yaxud pedala bərk basacaqdınsa o da gücünü artırmalıydı. Bəlkə o daha baha sistemdir. Bunda elə deyil olsun. Bunda elə deyil. Bunda da olanı budur. Ləğv eləməyəcəm hələlik. Baxam, amma ikinci batarya olsa əla olardı. Zapas köməyə ikinci batarya olsa yaxşı olardı. Bu bataryasını ölçdüm, yadımdan çıxıb ölçüsü nə qədərdir. Bunun içində yerləşir. Təxminən bunun yarısı boyda. Bu təxminən bu boyda bir şeydir. Buradan bura qədər təxminən. Qalan səsi boşdur. Hamısı dolu olmuş olsaydı batarya ilə yenə bir şey idi nəsə. Kömək olardı. Yəni bununla şəhərə getməyə adam etibar eləmir. Gedərsən, gələ bilməzsən, ola bilər gələ bilməyəsən, çatmasan. Baxarıq.